şəhid anaları, şəhid bacıları, hər birinizi salamlayıram. Bəli, bir neçə vaxtdır ki, ara vermişdi Elmar müəllim. Nəhayət ki, bugün start verdi. Elmar müəllim həmişə belə bir işlərdə, xeyirxah əməllərdə sizlərə uğur arzulayıram. Və ümid edirəm ki, inşallah bizim bu oturacaqlarımızı gənclərimiz belə bilərmişəm. Onsuz da gəlirlər. Amma gənclərimizi burada görmək daha gözəl olardı. Çünki biz gələcəyimizi onlara bağlamışıq. Gənclər də bizim gələcəyimiz. Məfsullar olsun ki, yoxdurlar. İnşallah ki, olarlar. Və yenə deyirəm, əziz şəhər anaları, hər birinizin qarşısında baş əyərək, Allah sizlərə səbir versin. Allah o itirdiyimiz oğulların, məqamların, ucaq məkanların cənnət eləsin inşallah. Var olun, sağ olun. Allah sizə sağlam və bərəkətli ömür versin ki, sizlər də o şəhid oğullarınızı yaşadasınız. Çox sağ olun, diqqətinizə verin.